Salam əziz Xuda Baxçılıq səhifəsində dəyərli üzvləri, hər birinizi salamlayıram. Gününüz xeyirli uğurlu olsun. Allah kəsin bağına bərəkət versin. Bugünkü videomuz nə ilə bağlıdır? Gilasın forma alınması üçün hansı məsafədən kəsilməsi və nəyə görə kəsilməsi. Bax, əkilən qələmdir gördüyünüz kimi. Kəsim olmayıb, qələm diknə qalxıb. Yəni bir budaq deyilən bir şey yoxdur bunda. Ona görə şola qələmi əkdiniz 50 santıdan. Göz çolu olmaq vəziyyəti ilə kəsirsiniz 50 santıdan. Kəsəndən sonra isə kəsdikdən sonra isə uşaqlar görürsünüz, burada artıq dediyim 50 santdan kəsim oldu o bir ağacımızda və buradan partlama baş verdi. Partlamadan sonra isə rahat şəkildə lider seçmə edə bilirsiniz. Bax burada 1, 2, 3, 4, 5 dənə qol atıb artıq. Və ondan sonra da bu ikinci vegetasiyadır və bir dənə də budaq atır və buradan da bir dənə kəsim edirsiniz. Bu kəsimdən sonra artıq ağac nə edir? Taclanır. Gördüyünüz kimi ağac tam Gobli vazo sistemdədir. Görürsünüz burada. Tam, yəni budaq alıb. Burada da eyni şəkildədir, bax gördüyünüz kimi. Ağac mərkəz boşalıb Gobli vazo sistemində, hər ki budaması olmayıb. Budamadan sonra inşallah paylaşım eləyəcəm, görəcəksiniz. Allah kəsin bağına bərəkət versin. Video kimi qarşına çıxsa bəyənsin, paylaşsın, qayda eləsin.